Bismillahirrahmanirrahim. İbrahim aleyhisselam öz cəsarəti, gücü və imanı ilə heç kimin cürət edə bilməyəcəyi bir iş gördü. O, qövmünün Allahı buraxıb, sitayiş etdikləri bütləri məhv etdi. İnsanlar bütlərin bərəkətini görmək və qurbanlarının necə qəbul olunduğunu öyrənmək üçün sevinclə geri döndülər. Bayram günü şad və ümidlərlə dolu bir halda qayıtdılar. Lakin o, dəhşətli mənzərə ilə qarşılaşdılar. Bütlər məhv edilmişdi. Tanrıları parça-parça olmuşdu. Atalarından miras qalan o bütlər gözlərinin önündə əzilmişdi. Onlar etiraz etdilər. قالوا من فعل هذا بآلهتنا. Onların qurduğu bu cümlə belə qorxu doğurur. Kimsə soruşur, mənim tanrıma bunu kim edib? Sualın özü dəhşətdir. Əgər sağlam ağıllar olsaydı, bu sualı verməzdilər. Mənim tanrımı kim əzdi? Mənim tanrımı kim sındırdı? Yaxud mənim tanrımı kim yerə sərdi? Bu tanrı əvvəlcə necə tanrı olub axı? Bu sualı kim verirdi? Xalq, elita, rəhbərlər, onlar etiraz etdilər. قالوا من فعل هذا بآلهتنا إنه من الظالمين. Bəzi insanlar barmaqları ilə İbrahimi göstərdilər. Çünki ondan başqa heç kim bütləri təhqir etmirdi. Bəziləri dedilər, قالوا سمعنا فتى يذكرهم. onu alçaldmaq üçün İbrahim adında biri dedilər. Onlar bilmirdilər ki, o həmin dövrün ən xeyirli insanıdır. Bilmirdilər ki, Allahın dostu Xəlilullah haqqında danışırlar. قالوا سمعنا فتى يذكرهم يقال له إبراهيم. Gətirin onu, insanların qarşısına ki, onu görsünlər. İbrahim adında bu oğlan üçün bir məhkəmə qurmalıyıq. Bütləri onun məhv edib etmədiyini bilməliyik. Əgər günahkardırsa, onu xalqın göz qarşısında mühakimə edəcək. Bütün insanlar toplandı, kişilər, qadınlar, çox sayda insanlar. Əslində onların hamısı bütə sitayiş etdikləri üçün cahil, barbar və murdar idilər. Onların düşüncələrinin və əxlaqlarının nə qədər dayaz olduğunu özünüz təsəvvür edin. İbrahim zorla insanların qarşısına çıxarıldı. Onlar nə deyirdilər? Vəziyyəti təsəvvür edin. Bəzi rəhbərlər xalqın qarşısında məhkəməni gözləyirdilər. İbrahim onların qarşısında dayanıb, bütlər isə parça-parçadır. Soruşdular. أنت فعلت هذا بآلهتنا يا إبراهيم. Siz kiminlə danışdığınızı bilirsinizmi? Bu, Allahın aydın dəlillər bəxş etdiyi İbrahimdir. Sizin kimi milyonlarla insan onunla mübahisə edə bilməz. Siz açıq məhkəmə qurmaq istəyirsiniz. İbrahimin də axtardığı məhz budur. İbrahim bu anı gözləyirdi. Tanrılarımıza qarşı bunu sən mi etdin ey İbrahim? İbrahim onlara baxdı və dedi, bunu onların bu ən böyüyü edib. Ən böyük bütü görmürsünüz, onları məhv edən odur. İnsanlar cahil və barbar idilər. Bəziləri buna inandı. İnsanların IQ səviyyəsi çox aşağı idi və İbrahim onlarda şübhə oyatmağa başladı. O bilir ki, xalqın istiqaməti yanlışdır, lakin onun üçün ən vacib olan rəhbərlərdir. Dedi, bunu bu böyük büt edib. Əgər danışa bilirsə, özlərindən soruşun. Məhv edilmiş bütlərdən onları kimin əzib dağıtdığını soruşun. Onlar sizə deyəcəklər ki, bunu edən ən böyüdür. İbrahimin üslubuna baxın. O sanki onların baxışları və fikirləri ilə istehza edir. Hakimlər və rəhbərlər danışmağa başladılar. فرجعوا إلى أنفسهم فقالوا إنكم أنتم الظالمون. Bu bir saflıq anıdır. Bəzən sağlam düşüncə anı hər kəsə, hətta dəli birinə və ya kafirə də gələ bilər. Bir-birlərinə dedilər, bu doğrudur. Bəs siz niyə bu oğlanı günahlandırırsınız? Siz həqiqətən bu bütlərin ibadətə layiq olduğuna inanırsınız? Siz əsl zalimlarsınız. Bu bir saflıq anı idi. Onların fitrəti dilə gəldi.
Lakin bu yalnız bir neçə saniyə çəkdi və birdən-birə ثم نكسوا على رؤوسهم çox tez əvvəlki hallarına döndülər. لقد علمت ما هؤلاء ينطقون Ey İbrahim, onlar danışmadığı halda biz onlardan necə soruşa bilərik? Bu qeyri-məntiqi və əsassız cavaba baxın. Niyə belə məntiqsiz bir cavab verirlər? Dedilər, sən çox yaxşı bilirsən ki, bizim tanrılarımız danışmır. O ki qaldı, onlar məhv edilmiş ola. Sən onsuz da bilirsən ki, bu bütlər danışa bilmir. İbrahim həmin an insanların qarşısında uca səslə onlara dedi. Onları məzəmmət edərək buyurdu. قال أفتعبدون من دون الله ما لا ينفعكم ولا يضركم İnsanlar ona qulaq asırdılar. Gənc yaşına baxmayaraq o, onların arasında ən müdrik olanı idi. Hamının eşitdiyi bir vaxtda rəhbərlərə xitab etdi. Allahu Ekber, cəsarətə bir baxın. أف لكم كلكم Tüssədə dayananlara da, oturanlara da, dinləyənlərə və baxanlara da. أف لكم ولما تعبدون من دون الله أفلا تعقلون Hər kəs şoka düşmüşdü. Nə deyəcəkdilər? Gənc bir oğlan olmasına baxmayaraq, aydın dəlil qalib gəlmişdi. İnsanlar onun dediyi hər şeyin həqiqət olduğuna inanmağa başladılar. Rəhbərlər isə xalqın ona inanacağından qorxdular. Onu mühakimə etmək üçün gətirmişdilər, lakin mühakimə edən o idi. Heç kim cavab verə bilmirdi. Dedilər, yandırın onu. İnsanlar qulaq asırdılar. Yandırın onu, yandırın onu. Səslər ucaldı. Əgər tanrılarınız üçün bir iş görmək istəyirsinizsə, onu yandırın və tanrılarınızın intiqamını alın. Onu yaxaladılar. Xəbər Nəmruda çatdı. O İbrahimi onun huzuruna gətirmələrini əmr etdi və bu əmr yerinə yetirildi. Nəmrud zalım bir padşah idi. O zülmlə hökm sürürdü. Şərqə və qərbə hakim idi. Nəmrud İbrahimin bütləri sındırmağa cürət etdiyini eşidəndə onu çağırdı. İnsanlar onu yandırmağa səsləyirdilər. Padşah əmr etdi, onu gətirin. Mən bu oğlanla mübahisə edib ona qalib gəlmək istəyirəm. İbrahim İraqdan Şamdakı Nəmrudun məkanına aparıldı. Onu Nəmrudun sarayına yerləşdirdilər. Şahın əyanları onun ətrafında idi. Nəmrud öz taxtında əyləşmişdi, ətrafında xidmətçiləri və cəlladları var idi. Gənc oğlan onun huzuruna gətirildi. İnsanları uca Allaha dəvət edən Allahın peyğəmbəri. ألم تر إلى الذي حاج إبراهيم في ربه أن آتاه الله الملك Allah ona səltənət bəxş etmişdi. O İbrahimlə Rəbbi haqqında mübahisə etmək istəyir. Kiminlə mübahisə etmək istəyir? Bu İbrahimdir. Əgər sən adi bir fərdlə mübahisə etmək istəsəydin belə, ona qalib gələ bilməzdin. Bəs Allahın peyğəmbəri İbrahimlə mübahisə etmək nədir? Sən heç onu tanıyırsanmı? Əgər onu tanısaydın, buna cürət etməzdin. İbrahimi Nəmrudun qarşısına gətirdilər. O soruşdu. Ey İbrahim, sənin Rəbbin kimdir? Bizimkilərdən fərqli olan, sənin ibadət etdiyin o tanrı kimdir? İbrahim dedi. Mənim Rəbbim həm dirildən, həm də öldürəndir. O, elə bir xüsusiyyət gətirdi ki, heç kim onu inkar edə bilməzdi. Əgər zərrə qədər məntiqin varsa, bu xüsusiyyəti inkar etməzsən. Mənim Rəbbim, Xaliqim həm dirildən, həm də öldürəndir. Nəmrud bir anlıq susdu və sonra xidmətçilərinə dedi. Mənə ölüm hökmü oxunmuş 2 nəfəri getirin. Ona ölümə məhkum edilmiş 2 nəfəri getirdilər. Və dedi, birincini buraxın, evə getsin. İkinciyə gəldikdə isə elə indi onun başını vurun. Və adam öldü. Nəmrud İbrahimə dedi, gördünmü? Mən də həm diriltdim, həm də öldürdüm. Padişah öz zalımlığı ucbatından dəlilik həddinə çatmışdı. İbrahim bir şeydən danışır, Nəmrud isə tamam başqa şeydən. Bunun diriltmək və öldürməklə nə əlaqəsi var? Kimsəni öldürdüyün üçün ölümün sahibi sən mi olursan? Heç bir əlaqəsi yoxdur. Sən birini edamdan azad etdin. Bu deməkdir ki, sən ona can verdin? Bu nə axmaqlıqdır? O hələ səni tanımamışdan əvvəl də diri idi. İbrahim onunla mübahisə etmədi. Onun
həyat və ölüm haqqındakı baxışının yanlış olduğunu sübut etməyə çalışmadı. Çünki İbrahimin əlində aydın dəlillər var idi və o, bu cür insanlarla mübahisə etməyin mənasız olduğunu çox yaxşı bilirdi. Bu adam dəli bir zalimdir. Sən onunla intellektual bir müzakirə apara bilməzsən, bu faydasız olar. İbrahim ona meydan oxuyaraq dedi: Allah günəşi şərqdən doğdurur. Madəm ki, Rəbb olduğunu iddia edirsən, onu qərbdən çıxart. Nəmrud donub qaldı və İbrahimin nə demək istədiyini anladı. Bildi ki, əgər onunla mübahisə etməyə davam etsə, hamının qarşısında məğlub olacaq. O, İbrahimin zəkasının səviyyəsini və dəlillərinin gücünü bilirdi. ألم تر إلى الذي حاج إبراهيم في ربه أن آتاه الله الملك إذ قال إبراهيم ربي الذي يحيي ويميت قال أنا أحيي وأميت قال إبراهيم فإن الله يأتي بالشمس من المشرق فأت بها من المغرب فبهت الذي كفر سكت والله لا يهدي القوم الظالمين. O cavab verməkdən aciz qaldı. Nə deyəcəkdi? Günəşi qərbdən mi doğduracaqdı? Necə cavab verəcəyini belə bilmirdi. Vəziri ona dedi: Çıxış yolu xalqın tələb etdiyi şeydir. Onu yandırmaq. Xalq odla cəzalandırmağı tələb edirdi. Beləcə onun yandırılmasına hökm verdi. Nəmrud bunu qəbul etdi və cəlladlarına onu həbs etməyi əmr etdi. Niyə həbs olunmalıydı? Tanrılarımıza inanmayan bu kafiri yandırmaq üçün odun toplayana qədər o zindanda qalmalıdır. Zalimların necə hərəkət etdiyini görürsünüzmü? Dəlillər olmayanda tək bir çıxış yolları olur: öldürmək, yandırmaq, işgəncə vermək, həbs etmək. Onların məntiqi və arqumentləri budur. İbrahim edam edilmək üçün həbs edildi. Nəmrud vəzirlərinə və əskərlərinə tonqal hazırlamağa əmr etdi. İbrahimin yandırılacağı yer müəyyən edildi. İnsanlar İbrahim əl-Xəlili yandırmaq üçün hər cür odun toplayırdılar. Hətta insanlar qışqırırdılar: قالوا حرقوه وانصروا آلهتكم إن كنتم فاعلين. Vəziyyət o yerə çatmışdı ki, bir qadın əgər uşağı sağalarsa, İbrahimi yandırmaq üçün odun yığacağına nəzir deyirdi. Bunu bütlərə və tanrılara ən böyük qurban hesab edirdilər. İbrahim həbsdə olduğu müddətdə onu yandırmaq üçün odun və yana biləcək hər şeyi topladılar. Hətta insanlar böyük bir bina hündürlüyündə odun yığmağa nail oldular. قالوا ابنوا له بنيانا فألقوه في الجحيم. Təxminən bir ay boyunca odun toplayıb, sonra tonqalı qaladılar. Qaladıqları ateş o qədər nəhəng idi ki, ona yaxınlaşa bilmirdilər. Hətta səmada uçan quşlar belə istinin şiddətindən ölür və yerə düşürdülər. Hətta Quran da onu belə adlandırdı: alovlu ateş. Bu sadəcə tonqal deyil, bir soba, kürə adlanırdı. Onlarda nə qədər enerji var idi. Onları uca Allahı ibadət etməyə çağıran bu gənci yandırmaq üçün nə qədər odun toplamışdılar. Tam bir ay boyunca odun yığdılar. Nəhayət, nəhəng bir ateş qaladılar. Nəmrud İbrahimi gətirməyi və kəndirlərlə bağlamağı əmr etdi. Dedilər ki, onu ateşə atmaq üçün ocağa yaxınlaşa bilmirlər. Nəmrud dedi: onu mancanağa yerləşdirin. Mancanaq bilirsiniz də nədir? Bu, alovlu qayalara atmaq üçün istifadə etdikləri bir alətdir. Mancanağa yerləşdirin dedi. Çünki ateşin böyüklüyü və nəhəngliyi qarşısında ona yaxınlaşmaq mümkün değildi. Subhanallah, Allaha inanan bu salih gənc. Ondan başqa cəmi 2 mömin var idi, xanımı və qardaşı oğlu. Onlar onu necə müdafiə edə bilərdilər ki? İbrahim həmin nəhəng ateş atılmaq üçün mancanağa qoyuldu. Göylər və yer lərzəyə gəldi. Bütün kainat sarsıldı çünki İbrahimi yandırmaq istəyirdilər. Hətta Cəbrailin özü Allahın peyğəmbəri İbrahimin yanına indi və ona dedi: Ey İbrahim, sənin üçün yerinə yetirə biləcəyin bir ehtiyacın varmı? Təsəvvür edə bilərsiniz, Nəmrud, rəhbərlər və bütün əhali, kişilər,
qadınlar, qocalar, uşaqlar hamısı bu səhnəni izləməyə gəlmişdi. Bu gün tanrılarımızın qisasını alacaq. İbrahim mancanağın üzərində kəndirlə bağlanmışdı. Cəbrail gəlib ona dedi: "Ey İbrahim, sənin üçün yerinə yetirə biləcəyin bir ehtiyacın varmı? Sadəcə istə və mən səni bu vəziyyətdən xilas edim." Cəmi bir kəlmə. Əgər o bunu Cəbrailə desəydi, Cəbrail yeri və üzərindəki hər kəsi məhv edərdi. Cəbrailin bircə üfürməsi ilə bütün o atəş və ətrafındakı insanlar sovrulub gedərdi. Cəbrailin bircə üfürməsi ilə heç kim sağ qalmazdı. Əgər İbrahim bunun baş verməsini istəsəydi, bunu Cəbraildən xahiş edərdi. Bəs nə baş verəcək? İbrahim xilas olması üçün Cəbrailə yalvaracaq, yoxsa atəşə atılacaq? Əgər İbrahim bu nəhəng cəhənnəm atəşinə atılarsa, ona nə olacaq? Sonra nələr baş verəcək? Allahın peyğəmbəri necə xilas olacaq? İbrahim peyğəmbərin aleyhissalam hekayəsini izləməyə davam edin.